Salam, hörmətli tamaşaçılar, xəbərlərin əsas buraxılışı efirdədir, studiyada Kazım Quliyevdir. Trump, Ukraynanı Rusiya ilə danışıqlara razı salmaq üçün Kiyevə qarşı təzyiqini hər keçən gün daha da artırır. Ağ Ev rəhbəri hətta Zelenskinin qarşısında şərtlər də qoyur və ölkəsinə edilən yardımların tamamilə dayandırılacağı ilə hədələyir. Vaxtı ikən Ukraynanın arxasında duran Amerika Birləşmiş Ştatları indi mövqeyini Rusiya tərəfə dəyişib. Bu isə Vaşinqtonla Moskvanın orta hərəkət etdiyi görüntüsünü yaradır. Maraqlıdır, həqiqətən də belədir. Ümumiyyətlə, Trumpın bu cür siyasət yeritməklə nəyə nail olmaq istəyir? Ətraflı ilk sujetimizdən biləcəksiniz. I think we're doing very well with Russia. Düşünürəm ki, Rusiya ilə çox yaxşı davam edirik. Amma hazırda Ukraynanı bombalayırlar. Açığı Ukrayna ilə işləmək mənə daha çətin gəlir. Bildiyiniz kimi biz Saudi Arabistanında görüşəcəyik və yekun şərtlərlə bağlı danışacağıq. Düşünürəm ki, qəti razılığa gəlmək baxımından Rusiya ilə işləmək daha asan ola bilər. ABŞ prezidenti Donald Trump'ın Ukrayna ilə işləməyin daha çətin, Rusiya ilə işləməyin isə daha asan olduğunu dilə gətirməsi müxtəlif Avropa ölkələrində narahatlıqla qarşılanır. Politico nəşri yazır ki, Trump'ın Amerikası artıq Putinin müttəfiqidir. Trump Putini sevir. Trump Putini ən azı 2016-cı ildən sevir. O, ən azı o vaxtdan bəri və bəlkə də ondan da əvvəl Putin üçün əsas aktiv kimi çıxış edib. Biz hamımız Ukraynaya borçluyuq. Avropa indi addım atmalı və Trump vəzifədə olduğu üçün artıq Amerika Birləşmiş Ştatlarından gəlməyəcək yardımı əvəzləməyə kömək etməlidir. Məncə Avropa liderləri bunu başa düşürlər. Trump deyir ki, o Putinin tərəfindədir və Zelenskinin tərəfində deyil. O bizim ənənəvi müttəfiqlərimizə olduğu kimi Zelenskiyə qarşı çox düşmən mövqedədir. To our traditional allies. Well, of course, I'm a little bit concerned, but I would. Əlbəttə mən biraz narahatam. Amma mən hesab edirəm ki, bu Ağ Evin seçdiyi böyük strategiyanın bir hissəsidir. Bu fəaliyyət kursunun Ukraynaya müəyyən təzyiq göstərməklə sülhə gətirib çıxara biləcəyini, Rusiyanı effektiv şəkildə razı sala biləcəyini görmək istəyərdik. Putting some pressure on Ukraine. Bəs Ağ Evin böyük strategiyası nədir? Amerika Birleşik Devletleri Başkanı Donald Trump, önceki başkanlık döneminde olduğu gibi bu dönemde de büyük hedef olarak Çin'i belirlemiştir. Çin'in kuşatılması ve Asya-Pasifik bölgesinde Çin'in perdelenerek gücünün zayıflatılması hedefiyle bir doktrin geliştiren Trump, önümüzdeki dönemde Çin ile Rusya arasında bir dostluk gelişmesin ve karşıma büyük güç olarak çıkmasınlar diye Rusya'yı Ukrayna üzerinden stratejik hedef olarak belirlemiş ve Rusya-Amerika stratejik ilişkilerinin gelişmesi için burada Ukrayna'yı yem olarak kullanmayı tercih etmiştir. Əsas maraq dairəsində Amerika xəzinəsi olan Trump üçün ABŞ-Rusiya münasibətlərini yeni mərhələyə daşımaq əlbəttə ki vacibdir. Onun addımlarının hamısının bir məqsədi var. ABŞ-nin 37 trilyonluq dövlət borcunu azaltmaq. Kanada ve Grönland gibi bu coğrafyadaki topraklar üzerinden Kuzey Kutbu'nda daha fazla söz sahibi olmanın hedeflerini ortaya koyan Donald Trump bu hedeflerini de sıkça dile getirmeye başlamıştır. Yani gelecekte Amerika Birleşik Devletleri Rusya ittifakıyla Çin'i perdelemek ve Çin'i de Tayvan üzerinden vekil savaşlarla oyalamak ve Grönland bölgesiyle Kanada üzerinden Kuzey Kutbu'nda bir zenginliklere erişme hedefiyle Trump'ın farklı bir konsepti vardır. Görünür Avropa fərqli konsepti qəbul etməyə hazır deyil. Biz Avropalılar Ukraynanı daha da dəstəkləməyə davam edəcəyik. Bununla belə biz Amerika Birləşmiş Ştatlarının bizimlə və digər beynəlxalq dostlarla birlikdə Ukraynanın tərəfdaşı olaraq qalması və Ukraynanı dəstəkləməkdə davam etməsi üçün əlimizdən gələni etmək istəyirik. Ekspertlər qeyd edir ki, Ağ Evin bu məsələdə özünə xas konsepti olduğu üçün nəticədə Ukrayna və Avropa ölkələri müdafiə məsələlərində özlərinə yeni rota müəyyən etməyə sövq ediləcək.